dəfə aşkarlanan şəkərli diabetdə aparılan səhv müalicənin nəticəsi. Xəstə bizə müraciət etdikdə şəkərli diabetinin olduğunu vurğuladı və dərman qəbul etdiyini dedi. Əlbəttə ki, qəbul etdiyi dərmanın adını soruşuruq. İstifadə etdiyi dərman insulipon tabletka. Xəstə düşünür ki, qəbul etdiyi insulipon tabletka şəkər salıcı tabletkadır və bu insulinin yerinə tabletkadır. Yəni adını uyğunluğunu düşünüb də 2 ildir bu dərmanı qəbul edir və qanda şəkərlərini mütəmadi olaraq yoxlamır. Nə üçün bizə müraciət edib? Çəkinin azalması, gecələr sidiyə durmanın hədsiz olması, ağızda quruluq, susuzluq, qarışqa gəzmə hissi ayaqlarda və özünü taqətsiz, halsız, yorğun hiss edir. Biz yoxladıq, nə nəticələr oldu? Çaylıq şəkərinin 14-dən yuxarı olması, acılıq şəkərinin 300-350 civarında olması, toxluq şəkərinin 400-400-dən yuxarı olması. Əlbəttə ki, bu bütün simptomların yaranma səbəbi düzgün olmayan müalicədir.